Evdə kəkələyən fərd və ya evdə kəkələyən övladınız varsa, onunla necə davranmalıyıq deyən valideynlərə. Övladım kəkələyir, mən nə edim, onunla necə davranım deyən valideynlər. Bunu qeyd edim ki, sizin övladınızın kəkələdiyini ona hiss etdirməməniz ən böyük dəstəkdir. Kəkələmə, düz danış və ya kəkələdiyini hər an onun üzünə vurmaq və ya ona kəkələdiyi üçün yazığınız gəldiyini çox rica edirəm. Ona başa salmayın, anlatmayın. Ümumiyyətlə, kəkələdiyinin fərqində olmamalıdır. Yəni, kəkələyən insan. Və burada kəkələyən bir yoldaş da ola bilər, həyat yoldaşınız da ola bilər, gəlininiz də ola bilər, qızınız da ola bilər, yeznəniz də ola bilər. Fərq etməz. Hətta hər yaşda kəkələyən bir həyat yoldaşı obrazında ola bilərsiniz ki, sonradan qazanılma və ya siz evlənməmişdən öncə elə yoldaşınız kəkələyirdisə, siz ona sən kəkələyirsən, kəkələdiyin üçün səndən utanıram və ya eynən hamiləlik dövrü bir qadının kəkələnməsi onun hormonal olaraq daha həssas olduğu dönəmdə onun kəkələdiyini, onun yanında bu mövzuda çox-çox danışmaq olmaz. Yəni, biz kəkələyənlərə kəkələdiyini hiss etdirməməliyik.